Musrifune kavmun, bir toplusunuz, bir qövmsünüz mənası. İsimdir, qeyri-müəyyənlikdədir, təkdədir. Musrifune nədir burada? Həddini aşanlar mənasındadır. Demək, əsrəfə feilin 4-cü babının ismi failidir. Yəni, əsrəfə musrifun. Keçən növbəti ayəyə. Sonra وَجَاءَ مِنْ أَقْصَى الْمَد۪ينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ. İndi hərfi tərcüməni verək. Cəə gəldi. Min əqsal mədinəti. Şəhərin ən uzqar, ən uzaq yerindən. Raculun bir kişi yəs'a, qaçaraq, səy edərək, qalə, dedi. Ya qavmi, ey mənim qövmün, ittəbiul mursalinə. Demək, elçilərə tabi olun. İndi bədiləşdirək. Demək, şəhərin ən uzaq yerindən bir kişi qaçaraq, yürərək gəlib dedi. Ey qövmüm, demək, baxaq indi. Və bağlayıcıdır. Cəə gəldi, mazi feildir. Bu, keçmiş zamandadır. Kökü cəyə idi. Həm, demək, əcvab feil, həm boş feil, həm də həmzəli feillər qrupuna aiddir. Və kişi cinsindədir, 3-cü şəxsdədir. Min əqsal mədinəti. Min, burada hərfi cərdir, dandən. Əqsa, məkan zərfidir, muzafdır. İndi niyə görə əqsa muzafdır? Əqsal mədinəti bir yerdə. Bu, bizdə izafət birləşməsi təşkil edir. Əqsa, ən uzaq yerindən, ən uzaq deməkdir. Və bu, feilin hansı ən üstünlük dərəcəsindədir. Ən üstünlük dərəcəsindədir və müəyyənlikdədir. Ona görə ən uzaq yerində gəldi. Niyə görə müəyyənlikdədir? Çünki izafətin